Xoş gördük yenidən bizim əziz tamaşaçılarımızı və başa düşdünüz ki, qonağımız var. Bəli, anons eləmişdim verilişimizin irəliyən dəqiqələrində ki, bizim psixoterapevt olacaq. Çox önəmli bir məsələni müzakirə edəcəyik. Xüsusilə də valideynləri və himayəsində uşaqlar olanları diqqətlə bizi izləməyə dəvət edirəm. Rafiq Allahverdiyev, psixoterapevt, xoş gəlmişsiniz. Çox sağ olun, minnətdaram sizə, təşəkkür edirəm. Bir dəfə də bizim sizlə belə verilişimizə qonaq olmuşdunuz və çox maraqla tamaşaçılarımız izləmişdilər. Önəmli bir mövzu müzakirə edəcəyik biz bugün. Doğrudur. Çünki virtual aləmdən yan qaçmaq çətin bir məsələyə çevrilib. Rəqəmsal dünya uşaqların inkişafına necə təsir edir? Bəli, şərh eləməmişdən qabaq icazə versəydiniz bir cümlə ilə istifadə edərdim ki, çox pis. Çox pis, bəli. Baxın, bir balaca geniş izah versək, uşaq 7-8 həftədən sonra, uşaq doğulandan 7-8 həftə sonra ətraf mühitin təsiri nəticəsində böyüyür. Rənglər, oyuncaqlarının rəngi, oyuncağın çıxartdığı səslər və evdəki ab-hava, münasibətlər, valideynlərin, evdə olan insanların biri-birinə münasibətləri, emosional münasibətlərindən və səs tembri ilə hansı formada danışırlar. Uşaq onu qavramır, bilmir ki, nə danışırlar. Amma şuuruna təsir edir. Təsir edir, səs tembri. Çünki o uşaqlarda intuitiv qavrama, dərk etmə, valideynə bağlılıq hissəsiz güclüdür. Və o uşaq artıq 7-8 həftədən sonra ətraf mühitin ailətinə çevrilir və orada tərbiyələnir. Təsirinə məruz qalır. Və təsəvvür edin ki, o yaşda dövrdə uşaqlarda ana ilə uşaq arasında intuitiv əlaqələr o qədər güclü olur ki, ananın uşağa olan elementar bir ananın keyfsizliyi uşağın psixikasına təsir edir, gələcək xarakterinə, təbiətinə mühüm təsir edir. Və bugün rəqəmsal inkişaf isə təsəvvür edin, əvvəllər, lap əvvəllər televizorun və televizora baxışın uşaq psixikasına təsiri öyrəniləndə müəyyən edilmişdir ki, televizora baxış uşağın yuxusuna təsir edir, ciddi təsir edir və ona görə də televiziya proqramları sahada görə ciddi nəzarət olunurdu, sahada görə. Hətta o əxlaq normasına, tərbiyə modelinə çevrilmişdi, qınaq obyektinə çevrilmişdi ki, sənin xəbərin var, uşağın 9-dan sonra televizora baxır. Amma 9-dan sonra televizor verilişləri ədəbsiz deyil idi. Qeyri-adi bir veriliş yox idi. Məqsəd, uşaq 9-a qədər yatmalıdır, yuxu təmin edilsin. Və hətta bəzən bu lağ obyektinə də çevrilirdi ki, böyüklər də bir-birlərinə deyirdilər ki, saat 9-dur, sənin yuxu vaxtın, dur, get yat. Yəni, bu qanuna çevrilmişdik. Uşağın özü də istəmirdi 9-dan sonra verilişlərə baxsın. Və bugün rəqəmsal, təsəvvür edin, sosial platformalardan, sosial şəbəkələrdən uşaqların istifadə eləməsi birbaşa onların nəyə baxır, nəyə baxmır önəmli deyil. Hansı platforma iştirakçısıdır, bu da önəmli deyil. Tutaq ki, TikToka baxır, digər platformalarda iştirakçıdır və yaxud izləyicidir, bu önəmli deyil. Onun birbaşa psixikasına təsir edir. Nəyə təsir edir? İnsan baş beynin funksional inkişafını təmin edən müəyyən dalğalar var. Bir çox dalğalar var ki, alfa, beta və bunlardan biri də məhz betadır. Beta dalğası uşaqlarda inkişaf etməkdə olan uşaq psixikasında yüksək olanda həyəcan, təşviş, stres gücləndirir. Alfa ritmikası aşağı olanda depressiyanı gücləndirir. Çox olanda bunlarda hiperaktivlik, diqqət pozuntusu, dincəlməmə, çox olanda dincəlməmə. Uşaq dincəlmək istəmir. Az olanda idrac proseslərində təsir altına düşməkdə istiraba meyil əmələ gəlir. Bax, bu beta dalğasını, beta ritmikasını məhz sosial, rəqəmsal platformalara baxmaq pozur uşaqlarda. 10-15 yaşa qədər olan uşaqlarda ümumiyyətlə sosial platformalardan, sosial, necə deyək ona, setlərdə, şəbəkələrdən iştirakçısı olmaq ümumiyyətlə anatomik, tibbi, psixoloji tərəfdən doğru deyil. Niyə doğru deyil? Orada uşaqlar həmin o sosial şəbəkələrə baxdıqca digər insanların həyatlarını izləyir. Bir. Eynən. Bəli, izləyir ki, mən də belə olmaq istəyirəm. İkinci, biz layiq kimi tanıdığımız hansısa bir baxışa, sujetə layiqlar, bəyənmələr gəlir. Kiçik yaşlı, 15 yaşa qədər olan uşaqlarda hüsn, rəğbət və təriflənməyə hədsiz meyil olur, güclü meyil olur. Və o sosial şəbəkədə də bu nəsə danışanda, nəsə deyəndə, hətta bunun bəyəndiyi bir sujeti öz səhifəsində paylaşanda, ona ki, bəyənmələr gələndə bu uşaq psixikasına dağıdıcı, pozucu bir məqam əmələ gətirir. Nə əmələ gətirir? Həmin o baş beynin sağlamlığını təmin edən, baş beynin funksional dalğaların diapazonunu pozur və insan psixikasının, sağlam psixikanın ölçüsü həyəcan və depressiya ilə ölçülür. Amma bu ikisi eyni anda ölçülür. Ayrı-ayrılıqda yox.
Əgər uşaqda həyəcan və depressiya patoloji hala çatırsa, bu onun baş beynin funksional pozuntusuna gətirib çıxardır. Onun əxlaqına, abrına, hətta fiziki sağlamlığına da o qədər önəmli deyil. Baş beynin funksional pozuntusuna gətirir ki, bu uşaq o sosial şəbəkələrin təsiri altında, aludəçisi olduqda, iştirakçısı olduqca, böyüdükcə uşağın idrak proseslərində pozulma əmələ gəlir. Valideynin sözündən də artıq tabi olmur, çıxır. Qətiyyən. Çünki Oradakıları özü üçün kumir seçir, əsas seçir. Tamamilə. Nümunə yeri seçir. Baxın, və beta diapazonu baş beynin funksional beta da pozulur və o uşaq artıq həyəcan, depressiya, stres, idrak proseslərinin pozulması, dincəlməmə və istirab hissi pozulur. Yəni, uşaq nəyin yorğunluq olduğunu, nəyin faydalı olduğunu dərk eləyə bilmir. Və o sosial şəbəkənin və hətta sonradan nə əmələ gəlir? Uşaqlar 15 yaşı keçəndən sonra onlar niyə bu cürdür, xarakterləri niyə belədir? Onlar onu düşünmür və qəbul edir ki, mən beləyəm. Sənin xoşun gəlmir, mənə baxma. Rafiq müəllim, bax, o cür uşaqlar ağır yeniyetməlik keçirir. Bax, şagirdlər arasında azmı eşidirik? Əl-bayaxa döyüş, bıçaqlanma hadisəsi, məktəbdə müəllimə tüfənglə vurması. Bu dünyada belə olub, tək Azərbaycanda deyil. Xatırlayırsa, Türkiyədə bir müddət bundan öncə məktəbli daxil oldu, neçə nəfəri qətlə yetirdi. Və o uşaq video oyunlar oynuyormuş. Və çox təəssüflər olsun ki, o Türkiyədəki nümunənin qismən oxşarı bizdə də var. Bizdə də bu yaxınlarda liseyin birində baş verdi. Məktəblərdə nə qədər baxın, biz bunu təhlil edəndə hesab edirik ki, bu tərbiyə ilə bağlıdır. Uşağın psixi sağlamlığı ilə bağlıdır. Düzdür, o da dominant rol oynayır. Amma sosial şəbəkə iştirakçısı, uşaq 15 yaşına qədər sosial şəbəkə iştirakçısı ola bilməz. Qəti qadağa edilməlidir. Bunu bilirsiniz, geniş miqyasda yox, ailə daxilində valideyn övladının sosial şəbəkə iştirakçısı, platforması olmasını qadağa etməlidir. Rafiq müəllim, uşağının adına səhifə açır, uşağının videolarını paylaşır, şəkillərini paylaşır, özü ona istiqamətləndirir uşağı, valideynlərin bəziləri. Çox doğrudur. Bax, bu bizim valideynlərimizin günahı yox, qüsurudur. Günah başqadır, qüsurudur valideynlər. Amma onlar hamısı nümunə deyil. O cür valideynlərin əksəriyyəti bizim cəmiyyət üçün nümunə ola bilməz ki, biz deyək valideynlərin hamısı belədir. Deyil, bu tarix boyu belə olub. Müxtəlif əqidədə, müxtəlif əxlaqda və müxtəlif dünya görüşündə olan insanlar var. Amma o uşaqların 15 yaşına qədər uşağın sosial şəbəkə iştirakçısı olması valideyn dərk edəndə ki, mənim uşağımın psixikasına pozucu təsir edir, sağlamlığına təsir edir və sabah cəmiyyət üçün normal, yararlı şəxsiyyət olmayacaq. Onda valideyn biraz bəlkə təsir edə bildi. Rafiq müəllim, öncə valideyn özünü tərbiyə eləməlidir. Əlindən telefon düşmür sosial şəbəkələrdə və uşağa deyir ki, get dərsini oxu. Uşaq, mən həmişə bu nümunəni çəkirəm, bu qara qızıl dərlilərin ataları sözüdür ki, uşaq valideynin sözü ilə yox, izi ilə gedər. Hə, doğrudur. Amma indi bizdə biraz ikinci valideyn çıxıb ortaya. Sosial şəbəkə artıq valideyni əvəz edir. Əməli başdır. Sosial şəbəkə valideyni əvəz edir, yox, valideyni üstəliyib. Artıq üstəliyib. Niyə? Baxın, sosial şəbəkələrdə olan müxtəlif sujetlər, bütün onlar hamısı birinci uşağın psixikasını pozmaqla bərabər yuxu sistemini pozur. Yuxu sistemi pozulanda isə baş beyində melatonin hormonunun qüsuru əmələ gəlir. Ona görə indiki uşaqların üzündən zəhrimar tökülür, gülmürlər, yaxınlaşa bilmirsən, heç nə ilə onları sevindirə bilmirsən. Bizim evdə də bir bacım qızı var, 13 yaşı var, yeni getmədi. Uşaq, belə mən nəzarət edirəm, belə şeylərə çox həssasam. Alıb telefonu əlinə, sosial şəbəkədə belə müxtəlif fərqli videolar gəlir. Bax, gəh gülür, orada gülməli şey, gəh kədərli bir şey görür, aqressivləşir. Yəni, dəqiqələr içərisində müxtəlif emosiyalar alır. Bu məni qorxudur əslində, təhlükəli məqamdır və onu sevindirə bilmirsən kiçik bir hədiyyə ilə, sözlə. Çünki onlar niyə? Baxın, onlar reallıqla sevinmir. Reallığı qəbul edə bilmir. Reallıqdakı çünki qadağalar var, qaydalar var, abır var, əxlaq var, öhdəlik var. Yəni, valideyn gəldi, sən ayağa durmalısan. Məsəl üçün, həmin o uşaqlar, sosial şəbəkə 15 yaşa qədər, uşaqlar reallıqdan təcrid olunur. Reallıq qaydaları, uşaqların internetdə aldığı o kiçik, ötəri emosiyalardan daha dəyərlidir. Daha bir əmək tələb edir, iradə tələb edir. Çünki həmin yaş uşaqlarda da 15 yaşa qədər saatlarla, bir neçə saat sosial şəbəkə iştirakçısı qarşısında əyləşmək uşaqlarda iradə komponenti pozur. Bu nə əmələ gəlir? Təfəkkür var, təhlil etmə, müqayisə etmə, oxuma, qavrama var. Şuur əmsalında qüsur əmələ gəlir. İradə şuurun komponentidir. Yəni, mən bunu istəsəm də eləyəcəm, mən bunu yorulsam da eləyəcəm və yaxud mənə bunu məcbur eləsələr də mən bunu yerə atmayacam. Bu komponent pozulur insanın digər varlıqlardan birbaşa fərqləndirən onun şuurudur. Əlbəttə. Təfəkkür yox. Təfəkkür plan qurmadır.
uşaqlarımızın, baxın, son dövr uşaqlarımızda, onlarda təfəkkür əmsalı çox güclüdür. Bəli, razılaşıram. Texniki vasitələrdə uğurları var, bir çox. Amma şuur komponentində inanılmaz qüsur əmələ gəlib. Uşaq istənilən bir dərnəyə valideyni qoyur, uğur qazanır, amma getmir. İdmana qoyur, yarımçıq qoyur. Hansısa dərs oxuyur, yarımçıq qoyur. Niyə? Bütün idrak prosesi zəminində dərk etmə, anlama, qavrama güclüdür, iradi komponent yoxdur. Şuur əmsalı. Rafiq müəllim, bir də sanki o qədər sosial platformalar o qədər yayılıb ki, o qədər sürətli həyata keçid almışıq ki, siz dediyiniz kimi artıq zaman sərf eləyim, dərs oxuyum, zaman sərf eləyim, idmana gedim, dərhal nəticə əldə eləmək istəyirlər. Baxın, bu çox doğrudur. Bu biraz digər tərəfi də var. Uşaqlar, çox təəssüflər olsun ki, bugünkü bizim internet resurslarının müsbət imkanlarından bəhrələnmirlər. Yəni, mən dərsi daha yaxşı buradan da öyrənə bilərəm, buradan da informasiya ala bilərəm. Ona meyil göstərtmirlər. Əyləncə tipli, emosional gərginlik, emosional istirab artıran, dincəlməmək, tabi olmamaq, diqqət əskiliyi və hiperaktivlik və adrenalin, zövq almaq. Bu hisslər baş beynin beta dalğasının pozulmasıdır. Və ona görə də o uşaqlar artıq onlarda nə əmələ gəlir? Əgər mənə gələcəkdə nəsə lazım olarsa, onsa internetdə var da tapacam. Bu əminlik uşaqlarda frustrasiya əmələ gətirir. Əminlik, mən bunu eləyəcəm, amma reallıqda o doğru deyil. Uyğun gəlməyəndə o uşaqlarda cəmiyyətə küsmək, cəmiyyətə nifrət, valideynlərindən incimə, özünə qapanma, öz dünyasını yaratma və ən pisinə verir. Mən heç kəsin əhvalı, davranışı və mənim barəmdə düşüncəsi mənə maraqlı deyil. Mən öz həyatımı yaşayıram. Bu pozucu bir münasibət əmələ gəlir. Bilirsiniz, sosial şəbəkələr kifayət qədər faydalıdır. Amma 15 yaşa qədər olmaz. 15 yaşa qədər uşaqlarda idrak proseslərinin inkişaf etdiyi dövrdür. İnkişaf edir. Kənar təhsillərə məruz qalmayacaqları bir dövr olmalıdır. Riski qat-qat çoxdur. Ona görə də biz ona qadağa qoya bilmərik. Buna bax, buna baxma. Ümumiyyətlə 15 yaşa qədər uşaq sosial şəbəkə platforma iştirakçısı ola bilməz. 15 yaşdan sonra bu pubertant yaş dövrü kimi əmələ gələcək. Ondan sonra qismən icazə vermək olar. İstəyirəm bir məlumatı da oxum. Deməli, Polşa hökuməti ibtidai məktəblərdə mobil telefon və digər elektron cihazların istifadəsini məhdudlaşdıran qanun layihəsi təsdiq ediblər. Həmçinin o virtual dərslər falan var. Onları belə qadağan ediblər ki, o ənənəvi təhsil metodundan istifadə eləsinlər. Bundan əlavə də ki, növbəti bir qanunda həyata keçiriblər ki, pornoqrafik videolara daxil olub izləyə bilməsinlər uşaqların. Bu çox təqdirə layiq bir tədbir. Addımdır, əlbəttə ki. Və ümid edirəm ki, artıq bu digər ölkələrdə də, bir çox ölkələrdə də bu yayılacaq. Qanuni səviyyədə artıq. Çünki bilirsiniz, bu artıq zərurətdir, bu tələb olunur. Yəni, bu internet resurslarının, sosial şəbəkələrin kiçik yaşlı uşaqların psixikasında, anlamasında yaratdığı bir qüsurun zəruriyyətidir bu qərar. Atılmaq ki, bu mütləq bu qəbul edilməlidir. Rafiq müəllim, valideynlərə nə deməksiniz? Əsas valideynlərə biz çağırış eləməliyik. Bəli, valideynlərə bilirsiniz, maraqlı bir cümlə demək istəyirəm. Bəzən valideynlər övladlarına hansısa bir internet, smartfon vasitələrindən təcrid edəndə uşağım küsəcək, ağlayacaq, depressiya düşəcək və başqa uşaqlarda var deyə özünə bərat qazandırır ki, hamıda var, mənim uşağımda yoxdur. Və valideynlər məhz bu elementi biraz diqqətli düşünsünlər. Yəni, hamıda var olan, hamıda olan, o xeyirli deyil. O zərərlidir. Mənim uşağım qoy zərəri çəkindireyim, amma biraz utansın. Uşaqların da bu telefon sosial şəbəkə iştirakçısıdır, amma mənim uşağım yox. O bir müddətdən sonra faydasını görəcək. Uşaqların yaş dövrünə görə onların istək və arzularına hörmət eləsinlər, amma tabi olmasınlar. Mütləq şəkildə. Bax, dərin mövzudur. Bu psixoloji məsələləri nə qədər müzakirə eləsə, yenə verilişimizə sığışdıra bilməyimiz bir qədər çətindir. Növbəti verilişlərimizin birində yenə bu mövzunun ardını davam elətdirərik. Yəni ki, bizim borcumuzdur ki, uşaqlarımızı fiziki zorakılıqdan, cəmiyyətdəki problemlərdən qorumağa çalışırıq, amma təhlükəni əlinə veririk. Elə deyilmi? Evimizdədir. Öncə valideynlər özünü tərbiyə eləməlidir və özünə məhdudiyyət qoymalıdır. Mövzunu inşallah növbəti verilişlərdə davam edərək. Çox təşəkkür edirəm və əminəm ki, çox diqqətlə valideynlər bizi izləmiş oldular. Əziz tamaşaçılarımız, xatırladım ki, qonağımız psixoterapevt Rafiq Allahveriyev idi.